Herkese selam, kanalıma hoş geldiniz. Selamünaleyküm, ben Fatimə Əliyeva. Bugün videonu başka bir yerde başlattım. Başka bir yerde yerinde pencere ekrana başladım. Həmişə burada yani yazmasını başlatırdım. Bugün nə vlog çəkirəm. Heç vlogun həqiqətən vlogun adı qərarlaşdırmamışam. Saat deyim. Saat 14:29-dur. 14:30-dur belə deyim. 4-ün yarısı, 3-ün yarısıdır. Nəysə belə. İndi nə edəcəyəm? Bu məktəbdən bir saat falan belə gəlmişəm. Dərslərimi falan yazmamışam hələ ki. Yəni yazacağam birazdan. Zaten az dərsim var. Beləsinə sabahları yenə hazırlığım var. Bəlkə sabahları hazırlıq vlog çəkdim. Bu arada hava biraz soyuqdur. Yəni fikir verə bilərsiniz, işıq biraz az olur. Niyə? Çünki havada günəş yoxdur. Ona görə belə sivit geymişəm. Qəşəng beləsinə. Nəysə, burada saçımı bence topuz yıkmışam göstərim. Bence normal ev topuzu. Çünki evə gələcəmiz başımı soğarım dedim, saçımı açım. Hörü görmüştüm 2 dənə məktəbə. Belə. Yəni indi birazdan duşa girəcəyəm, saçımı yuyacağam. Çünki saçım təmizdir. Əslində dünənlər başımı yumuşam. Sadəcə bu günləri 2 dəfə başımı yuyacağam. Beləsinə. İndi gedəcəm. İşte həqiqi videonun adını qərarlaşdırmamışam. Bəlkə nə edə bilərəm? Düşünüm. Yəni adını nə qoya bilərəm? Nə fikirləşmək düşünəcəm. Daha sonra indi nə edəcəm həqiqi bəlkə çay içəcəyəm. Çölə çıxmaq diye bir fikrim var aslında ama bilmirəm yəni. Bəlkə getdim, özüm abur-cubur aldım. Eləməyə də bilərəm çünki evdə var. Amma yəni gedə də bilmirəm tam dəqiq. Belə. Hava burada həqiqi soyuq olmasına sevinirəm. Çünki qış ayında olmuşam. Yay da sevinirəm əslində amma bu havanın ayrı bir ləzzəti var. Çünki çox qəşəng sərindir. Tam belə çölə çıxıb gəzməlik havadır. Belə. Burada 6-cı gün bundan öncəki vlogda dediyim çox gözəl bir video gələcək. Vlog çəkəcəyim təbii ki də. Evet. Neyse. İndi mən gedim dərslərimi yazım. Daha sonra vlogu başlatacağım. Çünki dərs vlogu çəkmirəm ki, dərslərimi yazdığımı da göstər. Belə. İndi mən gedim dərslərimi yazım, gəlim. Əslində tam da belə soyuqdur. Soyuq pis necə yəni. Tam yatmalıq havadır. Gedəsən, yatasan. Beləsinə. Qışda zaten məktəbə getmək axıdım olacaq. Özüm də belə çünki getmək istəmirəm qışda məktəbə. Yəni oturub isti yerində uzanmaqdan. Yəni niyə gedəsən məktəbə? Maalesef biz gedəcəyik, biz alim içik. Belə. Sabah nə dərslərim var? Onu deyim bir dənə. Orada çox üzücüdür. Çünki sabah müəllimə yerlərimiz dəyişəcək. Bəli. Səhifələrimiz yerlərimiz dəyişəcək. Təbii ki də mən yəni arxada oturmamalıyam. Oturmağı da heç sevmirəm. Dəhşət çox sevmirəm. Sevmirəm. Əslində cəmaət yəni bütün uşaqlar arxanı sevir. Mən amma bəlkə arxanı sevmə yeganə isə mən ola bilərəm. Çünki yəni nə edə bilər? Arxa çünki müəllimə həm çox gözün qabağındadır. Qabaq ama yox. Belə. İndi. Yazmadığım dərs, yəni yazmayacağım dərslər də var, yazacağım dərslər də var. Tabii ki də. Məsələn, riyaziyyat, tabii ki, testimizdir. Testim yoxdur ona görə. Yəni boş gedib, boş gəlirəm. Təsəvvürünət varsa var. Bu şəkildə desən, hansı bir vlogda da göstərmişdim. Çox istəyib. Daha qapqarı dağ eləmişəm. Fərət eləməyəm. Orası 8 sinifəm, bilməyənlər üçün 8 sinif. İndi bunu koyacağım suyuna. Bəzi fənlər onları zaten ümumi tarix. En sevdiğim ders, en ürəyim, bence ürəyim gedir bundan ötürü. Hani tarix olmasa mən nə edərəm deyəcəyim bir dərs. Zaten təbii ki də. Yəni sevmirəm yəni. Az ilə oxumuşam özgüvən. Gündəliyimiz. Hani hər dəfə evə gəlib sumkamı yığmalıyam mütləq. Tuttum. Belə. İngilis dilindən sözləri biliyorum. Biliyorum yəni təşəkkür edirəm. Sözləri sumkama ama tapşırıqlarımı burada sumkamı göstərmək də 2-3 dəfə göstərirəm. Belə. İndi oturacağım, ingilisini yazacağım. Daha sonra sözlərin üstüne bir dəfə çizəcəyəm və daha sonra vlogu başlayacağım. Çaysi. Dərslərimə gəldim. Burada dərslərimi yazdım. Yəni dərslərim bitdi. İndi dedim ki biraz bakım yapayım dedim və indim. Yəni ayda bir dəfə elədiyim, işte ayda bir dəfə, ayda yox elə doğrusu. İndi bəlkə də 3-4 dəfə elədiyim saçımı ütüləyəcəyəm. Sabahları bizim dostum Arif'da Zəhra deyiləcək. Amma heç nə olmaz. Saçımızı ütülüyoruz. Saçlarım dedim ki dünənlər yumuşum, bu günləri yuyacaqdım.
daha belə təmiz olsun deyə. Onun da səbəbi müəllimimiz dedi ki, hər kəs təmizdir, yəni nə bilim iyi falan, gəl falan. Təbii ki, öz üzərimə götürməliyəm. Çünki zaten mən hər təmizliyimə baxıram, köynəyimə, nə bilim, bəzi uşaqlar tər falan qoxur. Yəni məndə elə şey yoxdur. Heç sevmirəm də, yəni tər qoxmağı. Qarşımdaşı narahat etmək, yəni mən də zaten narahat olum, ona görə sevmirəm elə şeyləri. Ona görə çat dedim bir duş alacaqdım. Sonradan düşündüm ki, zaten dünənləri almışam, bir dəfə almağa ehtiyac yoxdur. Zaten sabahları bir dəfə alaram. Sabahları evə gələndə duşa girərəm deyə düşündüm. Ona görə duşumu ertələdim. İndi zaten saçım dediyim kimi təmizdir yəni. Ona görə saçımızı ütüləyəcəyik. Əslində bu günləri mən saçımı açıq qoyacaqdım. Sadəcə sonradan düşündüm ki, müəllimə falan söz deyəcəyəm. Ona görə saçımı açıq qoymadım. Yoxsa saçım qıvırcıq. İndi də qıvırcıqdır. Baxın, düzlükdə bilmir burada. Çünki daramışam. Ama yuxarıları qıvırcıq idi. Belə, indi saçlarımı düzləşdirirəm. Bu arada bu vlogu sabah atacağım. Sabah belki səhər ataram diye düşündüm. Vlogun adı da ne olsun hələ düşünməmişəm. Yəqin akşam vlog koyaram. Böyle çiyoruz. Sabah Zəhra mənə tutacaq. Hadi sabahları girəsi yerimiz vardı. Ona görə saçımı ütüləyəcəydim. Dedim hazır edib beşarçılıqcan indi ütülüyüm. Əslində biraz yatacaqdım başımı qoyub sadəcə sonradan yuxum qaçdı. Ona görə dedim həll edeyim işimi. Numara 1 hissəni 2 saat ütülüyorum. Yani onu tak. Biz bence dedim saçımı ütülüyüm. Gelin. Ben geldim. Vardı saçımı falan ütülədim. Beğentisine. Çok geçen bu sefer. Sonra her detayına kadar ütülədim. Çok geçen uzanıp orada. Bayıldım. Ay çok güzel kız oldum. Arada kendime aşık oluyorum. Neyse. Ben böyle giyindim. Paltarımı yani değiştim. Neye göre diye soruşarsanız deyim. Düzü keçən həftə demişdim müəllimə. Mən təbii ki, indi yadıma düşdüm. Getdim tez Zəhraya və Türkəyə, yəni o bir dənə qız var sinifdə. Ona səs atdım, çünki o da çəkəcək idi. Çəkəcəyimi onu bilməm tam dəqiq, amma o da çəkir yəni. Səs atdım ki, onların yadına salım ki, müəllimə 8 noyabr şəkil demişdi çəkmək. Əslində vaxtımızda var, sadəcə mən sabahlar çəkib verməkdir. Çünki müəllimə demiş ki, test çəkimi elə bir şey demişdi, yəni noyabra qədər. Belə. Ona görə indi geyindim, keçindim. Küpelerimi de takıyorum. Evet, küpelerimi de takım. Sonra gideceğim. Batman çağızı almağa dedim. Elə hazır saçımı falan eləmişkən paltarımı da geyinib video elentisine başlayayım. Çok güzel. Belə. Küpelerimizi takıyoruz. Burada mesela belki şalvar giyeceğim orada. Çünkü hava çiğerli üstünden balonka giyineceğim. Belki əlimdə tuttum balonkan, bilmirəm deyil. Amma balonkan geyinərəm deyə düşünürəm. Və burada begi geyinmişəm altdan. İndi sizə kombinimi göstərim. Açdım, indi kombinimi göstərim. Belə bir body geyindim bu arada. Altdan begi. Saçlarımı da belə ütülədim. Göstərim hətta uzunluğu. Çox qəşəng bayıldım. Burada aşırı saçım çox uzanıb. Yəni tam belə beginin boyuna qədər gəlib. Çox bayıldım. Çox güzel. Neyse, indi çox uzatmayayım söhbəti. Gəlin gedək. Burada dediğim gibi balonka giyineceğim. Ben kısa kol. Jaket tarzı kurtka kimi bir şeydi giyineceğim. Çünkü hava dəhşət çox soyuqdur. Belə canında geyinək, hazırlaşaq, çıxaq çələ. Dokulaşlarımızı yapalım. Besinə body'mi sıkıyoruz. Makyaj falan hiçbir şey eləmirəm. Eləməyi də sevmirəm zaten. Belə qəşəng parfümləndik. Dodaq glossumuz yadımızdan çıxmasın. Belə. İlginin yaşar. Eski takacaktım. Daha sonradan istemedim. Video daha güzelim. Belə. Şimdi çıkacağım. Sonra ev ışıklarımı orada söndür. Sizinle birlikte söndürürüm. Niye takmayayım? Burada balonkamı giyindim. Şey yatdan çıktı. Götürdüm. Açarım. Unutmuştum. Burada kitabı çox çəkə bilməyə çünkü bizim məhəllə tərəfdə bir nəfər rəhmətə gedib. Müəllimənin yoldaşıdır. Yəni bizim məktəbdə işləyən müəllimənin yoldaşıdır. Rəhmətə gedib o. Yəni çünki şu an çöldə dəhşət çox adamlar var. Ona görə çöldə çəkəməyərəm biraz. Belə, mən gedim
Ayaqqabılarımı geyinib gəldim. İndi çölə çıxdım. Sizcə mənim saç ütülədiyim yəni yağış yağar mıdır? Bəli. Şu an çöldə biraz yağış damcılıyıb. Və yəni tam da mən saç ütülədiyim günə denk gəlmişdir. Bəli. Kombinimi də göstərim sizə. Burada sambalarımı geyindim. Burada markete çəkə bilmərəm. Orada. Eve gələn ya da markete çıxanda çəkəcəm. Sonra mağazaya çıxdım, gedirəm evə. Belə aldım. Qələm də aldım. Kalan yəni 2 dənə aldım. Eve gedim, evdə başlayacağım videonu. Bəli dostlar, mən gəldim. Əslində gəldim də yəni 1 saatdır evdəyəm. Sadəcə vlog niyə çəkmirəm? Çünki gəldim evə çay falan içdim. Beləsinə ya vlog başım qarışdı yəni belə deyim. Atam falan zəng vurdu. Ona görə başım qarışdı. Vlog indi çəkib videonu davam edirəm. Nə aldım onları göstərim. Bəli, nə aldım? Çox şey almadım. Yəni belə şey aldım. Bəli. Nə aldım onları göstərim. Təbii ki də. Sən belə bir şey aldım işte. Sən belə bir qələm aldım, bir dənə ağacı aldım. Qələm bənəsinə. Ucu bənəsinədir, üzü də belə. Bilməm necə aldım yəni. Xoşuma gəldi, aldım belə. Daha sonra ağacı aldım beləsinə. Məktəb başlayanda mən məktəb alışverişində həqiqətən heç ağacı falan almamışdım. Ona görə indi aldım. Dostlarımdan diləndim. Neyse. Daha sonra bunlar qələm qapıma qoydum bu arada. Belə. Daha sonra zaten əsas məqsədim olan Batman. Batman'a ağaç almaya gitmiştim. Ben aslında birinci afete gittim. Afet ettim. Login'e girdim. Bir vardı orada. Biriye girmədim. Birincisi Login'de o var. Hazır qələm də alacaqmışkən Login'de qəşəng qələmlər olur. Dedim oraya gedim. Login'e gittim. Aysun biri patika ilə satılırdı. Tabii ben patikanı nə edirəm? Bir dəfə istifadə edirəm. Üstü başqa istifadə edirəm. Ona görə yəni patika satanın 4 manat. Nədə bir dəfə lazım olacaq. Mənə nə qədər pul verməyim. Ona görə təzədən qayıtıb getib biliyəm. Yani o kadar yolu bir dəfə də qayıtıb. Əslində Login'ə qələmi alıb buradan bunu ala bilərdim. Sadəcə əldə etməm istəmədim. Nəysə, bəlkə sabahları yenə gedərəm. Login'ə qələm alaram. Mən istəyirəm çoxlu qələm. Əslində çoxlu qələmim var. Yəni kəsərdə falan var. İstəyirəm yenə qələm olsa, mən qələm dəlisiyəm. Yəni belə nəysə. Mən təbii ki şəkilini seçməyəcəm. Sabahda yaxşı çəkəcəm. Zaten 8 noyabra qədər vaxtım. 8 noyabr deyəndə noyabr ayına qədər vaxtımız var səhv eləmirəmsə. Ona görə yəni indidən seçməyəcəm. Hətta sabahları sulu boya almaq istəyirəm. Deyəcəm sulu boya almaq istəyirəm. Çünki yəni hər şey şəkli sulu boya ilə seçirəm. Mən istəyirəm ki sulu boya seçim ki daha belə gözəl görsün. Məsələn ki rəngli karandaşlarla seçirəm. Amma rəngli karandaşlar istəmirəm. 8 noyabr seçəcəm ona görə. Bəli, burada bunlar nə ilə ki soruşursunuzsa, bunları biz məktəbə veririk. Məktəbdə aparır, o ləpinə sərgi keçirilir. Sərgidə də bizim şəkillərimiz qoyulur. Bunun qarşılığında bizə medal falan vermirlər, heç nə vermirlər. Sadəcə yəni seçirik, sərgiyə qoyulur. Yəni beləsinə, yəni Facebookda, məktəbin Facebook səhifəsində falan paylaşılır, belə bilmirəm, ya da ki hansısa saytda yəni paylaşılır deyə bilirəm, yəni başqa bir şey bilmirəm. Belə. Deyəsən çox danışdım. Dedim ki, gəldim, çay içdim. Yəni video başlatmaq yadımdan çıxdığı üçün. Yəni belə. Deyəsən çox boş danışdım. Şu an bəlkə də video 4 dəqiqə olubdu. Yəni bu danışdığım video 4 dəqiqə olacaq. Belə. İndi mən gedəcəm. Nə edəcəm? İngiliscə öyrənəcəm, sözlər var. Bir-iki dənə onları öyrənəcəm. Daha sonra hər halda videonu bağlayaram. Videonun adını təbii ki də hələ də qərarlaşdırmamışam. Bəlkə normal vlog ad qoyayım. Vlog qoyaram adını. Başqa da heç nə qoymaram deyə düşündüm. Belə mən 22-sini oxuyub gəldim.